Vardanyan ailəsi vasitəsilə Bakı Təcrid Tanasından audio müraciət göndərərək telefon danışığının lentə alınmasını və ictimaiyyətə çatdırılmasını xahiş edib. O həqiqi, sabit, uzun müddətli sülhə təkcə kağız üzərində deyil, davamlı və bütün insanlar tərəfindən riayət edilən sülhə çağırır. Vardanyan dəstəyə görə hər kəsə təşəkkür edir. Səhhəti haqda danışır, yaxınlarından üzr istəyir. O, keçdiyi yoldan söhbət açır, aclıq aksiyasının məhkəməyə etiraz olduğunu bildirir, hüquqi prosesin qanun çərçivəsində aparılmasını tələb edir. Ruben Vardanyan məhkəməni bütün ermənilərə qarşı iş kimi səciyyələndirir və xəbərdarlıq edir ki, Azərbaycan bununla dayanmayacaq. O, incitdiyi hər kəsdən bağışlamasını arzulayır və Qarabağda edə bilmədiklərinə görə üzr istəyir. Vardanyan xalqına minnətdarlığını bildirir və regionda əldə edilən nailiyyətləri etiraf edir. O, insanları pisliyi yaymamağa çağırır. Bunun ixtişaşlara və millətlər arası qarşıdurmalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edir. O, həmçinin bəzi azərbaycanlılara humanist tərəfdarlarına görə təşəkkür edir. Vardanyan davamlı sülhün bərqərar olacağına və Ermənistanda millətin gələcəyini düşünən elitanın meydana çıxacağına ümid etdiyini vurğulayıb. O, erməniləri müsbət dəyərlərə sadiq olmağa çağırır, özü ilə barışdığı üçün həbsxanada da xoşbəxt olduğunu qeyd edir və hər kəsi ümidsizliyə qapılmaqdan çəkindirir. Bunu ən böyük günah adlandırır. Bu günlərdə Bakıda keçirilən məhkəmədə Ruben Vardanyanın WhatsApp yazışmaları gündəmə gəldi. Onun terrorçu dəstələrlə əlaqələri üzə çıxdı. Əminliklə demək olar ki, məhz bu amil Ruben Vardanyanı yenidən humanizmə tərəf yönləndirdi. Sülhə çağırış etməyə əsas yaratdı. Ruben Vardanyan başa düşdü ki, vəziyyət son dərəcə acınacaqlıdır. Amma bu vəziyyətdən uduşla da çıxmaq olar. Bunun üçün isə rəsmi Bakı ilə bərbaşdan anlaşmaq lazımdır.